Dostlar salam. Bu gün sizə Colbor CL60 və CL100 modelləri haqqında məlumat verəcəm. Başlamadan öncə onu deyim ki, ümumiyyətlə Colbor ailəsi haqqında daha geniş məlumat almaq üçün bundan əvvəl bir çəkdiyimiz video var. İlk olaraq o videoya baxıb tanış ola bilərsiniz. Aşağıda açıqlamada link olacaq. Bu videoda isə biz konkret olaraq CL60 və CL100 işıqları haqqında danışırıq. Onları necə quraşdırmaq, necə istifadə etmək və komplektasiyada nələr gəlir, hal-hazırda biz onlara baxırıq. Gəlin baxaq, ilk olaraq komplektasiyada bizi nələr qarşılayır? Qutunu açanda ilk növbədə boz rəng çanta bizə qarşılayır. Bu çanta portativdir və yüngüldür. Çantanı açdıqda isə birinci işığın özünü görürük. Sonra isə enerji naqili və adapter bizi qarşılayır. Sonra isə dayağa bağlamaq üçün bağlayıcı, reflektor, hansı ki işığın gücünü artırır və Bowens çevirici bizi qarşılayır. İşığı bağlamaq üçün bağlayıcını alt reysə keçirib, ondan sonra onu hər hansı bir dayağın üstünə sabitləyə bilərik. Sağ tərəfdə gördüyünüz bu hissəni sıxmaqla daha da möhkəmləndirmək mümkündür. Əgər biz işığımızı yuxarıdan pantograf sistemindən asırıqsa, bu zaman həmin bağlayıcını aşağıdan yox, yuxarıdakı reysdən bağlamaq olar və beləcə daha səliqəli bir görüntü əldə etmiş oluruq. İşığı bağlayandan sonra sağdakı bu qolu çevirərək bizə lazım olan istiqaməti əldə edib sonra sıxa bilərik. Əmin olmalıyıq ki, işıq möhkəmdir. Əgər bu qol bizə narahatçılıq yaradırsa, çəkib ondan sonra daha rahat bir yerdə saxlayıb təzədən öz yerinə qaytara bilərik. Bu gördüyünüz bu Bowens çevirici isə softboxları qoşmaq üçündür. Bu formada işığın baş tərəfindən bağlayırıq və bu səsi eşidəndə o deməkdir ki, artıq Bowens çevirici düzgün qoşulub. Sonra isə adapterin USB naqilini gördüyünüz bu USB portuna qoşuruq. Önəmli məsələlərdən biri isə təhlükəsizlik tədbiri olaraq bu naqil yuvasından naqilimizi keçiririk. Sonra isə bu vinti sıxırıq və nəticədə naqilimiz daha təhlükəsiz vəziyyətdə bağlanmış olur. Təsadüfi olaraq işığa kimsə dəysə, ilişsə, bu naqil öz yuvasında möhkəm olacaq və qısa qapanmalar baş verməyəcək. Son olaraq, əgər sizdə Bowens softboxu varsa, softboxu işığa gördüyünüz kimi bu formada bağlamaq mümkündür. İndi isə işığımızı işə salaq. Power düyməsinə 2 saniyə sıxmaqla işığı işə sala bilərik. Sağ tərəfdə gördüyümüz 2 ədəd joystick işığın əsas idarə etmə joystickləridir. Aşağıdakı işığın rəng temperaturunu, yuxarıdakı isə onun parlaqlığını dəyişir. Gördüyünüz kimi daha incə ayar etmək üçün joysticki aşağı və yaxud yuxarı hərəkət etdirmək lazımdır. Amma daha sürətli keçid üçün düyməni klik etmək kifayətdir. Belə olduğu halda 2700, 3200, 4000, 5600 kimi kelvinlərə birbaşa keçmək olar. Eyni zamanda üstdəki parlaqlıq joystickini də klik etməklə 0, 25, 50, 75 və 100% aralarında sürətli keçid etmək mümkündür. Power düyməsini təkrar sıxıb saxlamaqla işığı söndürə bilərik. İşığımızı mobil tətbiq ilə idarə etmək üçün Colbor Studio tətbiqini açırıq. İşığın üzərindən isə əvvəl set düyməsini klik edirik. Telekontroller yazısını dəyişib app yazısına gətiririk. Ampere görəndə düyməyə klik edirik və pairing statusuna gətiririk. Bu o deməkdir ki, artıq işıq yeni bir cihazı axtarır. Mobil tətbiqdə plus işarəsinə sıxıb işığımızı tapırıq və əlavə edirik. Gördüyünüz kimi CL100X işığını tapdı. Davam et düyməsini sıxırıq. Artıq işıqda pairing yazısının əvəzinə paired yazısı ekrana çıxdı. Bu da o deməkdir ki, artıq işıq qoşuldu. Gördüyünüz kimi parlaqlığını və onun kelvinini mobil tətbiqdən çox rahatlıqla dəyişə bilirik. Eyni zamanda effektlər dəyişmək və işığı yandırmaq, söndürmək də mümkündür. Bugünlük bu qədər dostlar. Növbəti videoda görüşərik.